Rusiyanın Yaroslavl şəhərində xanım Fatma-i Zəhranın Mövlud gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Əvvəlcə qonaqlar və tədbir iştirakçıları Mövlud günü münasibəti ilə düzənlənmiş bayram süfrəsinə dəvət olundular. Sonra şəhər gəzintisinə çıxdılar. Konferansdan öncə isə Yaroslavl Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin binasındakı Hüseyniyyədə cəmaat namazı qılındı. İslam təfəkkürünün müasir dünyada rolu adlı konferansa qatılan iştirakçıları tədbirin təşkilatçısı, nüfuzlu ilahiyyatçı İlqar Həşimov tədbirə Rusiyanın başqa şəhərlərindən, eləcə də Azərbaycandan gəlmiş qonaqları salamladı. Mövzunun aktuallığını vurğulayıb, açıq diskusiyaya dəvət etdi. Öz çıxışını 3 vacib məsələ ətrafında quran İlqar Həşimov bir dahidən sitat gətirdi. Əgər bir kəs özünün ağrısını hiss edirsə, demək o canlıdır. Başqasının ağrısını hiss edirsə, demək o insandır. Bu müdrik kəlama əsaslanan ilahiyyatçı konferansın məqsədi, amalı və zərurətini belə izah etdi. Biz bu mənəvi ağrını hiss etdik, İslam ağrısını hiss etdik və etməkdəyik. Onun sözlərinə görə biz müsəlman olsaq da, İslami təfəkkürdən yetkin məlumatımız yoxdur. O bildirdi ki, namaz tutub oruc qılmaq hələ də hər şey demək deyil, İslamı dərindən dərk etmək lazımdır. Həşimov belə qənaətdədir ki, İslam haqqında pafoslu çıxışlar etmək də heç də həmişə İslam haqqında dərin bilgilərin göstəricisi deyil. Ona görə də müntəzəm mütaliə vacibdir. Çünki biz İslamımızı dərindən tanımalıyıq. O həmçinin qeyd etdi ki, tanınmış qərb alimləri, filosoflar, yazıçılar, İslamın yaradıcılarını mühüm şəxsiyyətlər kimi xarakterizə edərək barələrində gözəl sözlərin müəllifidirlər. Mən nümunələr gətirə bilərəm sizə. Misal üçün, böyük Fransa alimi Voltaire İslam dininin banisi haqqında, Həzrət Rəsul Əkram barəsində danışanda o qədər heyrətlə danışır ki, dəhşətli dərəcədə heyrətə gəlir. Bu insanın şəxsiyyəti barəsində buyurur, şübhəsiz Məhəmməd dahi şəxsiyyətidir və öz fəziləti, kamilliyi ilə böyük şəxsiyyətlər yetişdirmişdir. O müdrik, qanunverici, ədalətli rəhbər, təqvalı peyğəmbər idi və yeryüzünün ən böyük inqilabını həyata keçirdi. Böyük bir yazıcıdır. Təsəvvür edin, Bernard Shaw, yəqin ki, bunu bir çoxlarınız tanıyırsınız, Böyük Britaniya yazıcısı, dramaturg, Nobel mükafatı almış bir alim. Görürsünüz ki, bu da Qara Qızcığaz Allah sorağında yazdığı əsərində bizim Peyğəmbərimiz barəsində, İslam Peyğəmbəri haqqında dəyərli məsələlərə toxunur. Beləliklə, İlqar Həşimovun fikrincə, yad insanlar bizim tarixi şəxsiyyətlər barədə yüksək sözlər deyiblər. Hətta Azərbaycan ədəbiyyatının klassikləri Nizami Gəncəvi və Məhəmməd Füzuli Əhl-i Beyt vurğunu olublar. İslami dəyərləri öz əsərlərində təcəssüm etdiriblər. Cənab Həşimov xatırlatdı ki, Sovetlərin ateizm dövrü də xalqımızı İslam dəyərlərindən bir qədər kənarlaşdırdı və belə konferansların başlıca məqsədi də İslamın həqiqi dəyərlərini dərindən dərk etməyə yönəlib. Konferansın mövzusunu İslam fəlsəfəsinin, İslam təfəkkürünün, Əhl-i Beyt məktəbinin süzgəcindən keçmiş İslamın bugünkü dünyada lazımlığı, dünyanın İslam təfəkkürünə olan ehtiyacı kimi səciyyələndirən ilahiyyatçı qeyd etdi ki, sosializm, kapitalizm və s. ideologiyalar artıq sıradan çıxıb və insanların gözləntilərinə cavab vermir. İkinci mühüm məsələ isə onun sözlərinə görə İslam təfəkkürünün dünyada yayılması üsullarıdır. Azərbaycandan tədbirə qatılmış Xəzər Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Mail Yaqub çıxışında İslam dünyasının islahatçıları sayılan şəxslərin əsərlərini təhlil etdi və qeyd etdi ki, onlar ona görə islahatçılardırlar ki, onlar rəflərdə, taxçalarda qalan Quranı və onun dəyərlərini cəmiyyətə gətiriblər. Natiq həmçinin İslam möcüzələrindən, Fatma-i Zəhranın həyatından da söz açdı. Dərbənddən gəlmiş fəlsəfə elmləri doktoru Nazim Zeynalov İslamın tarixi aspektlərindən danışdı. İslamın yayılmasının qarşısını almaq məqsədi ilə baş vermiş haç yürüşlərinin mahiyyətindən bəhs etdi. Orta əsrlərdəki dinlər arası müharibənin Sovetlər dövründə dinə qarşı müharibəyə çevrildiyini bildirdi. Tanınmış Moskva ilahiyyatçısı Seyid Rəşid isə çıxışında qeyd etdi ki, İslam təfəkkürü Peyğəmbər və onun ailəsinin həyatında öz əksini tam olaraq tapıb. Onun fikrincə onların müasir həyatda rolu İslamın müasir həyatda rolu deməkdir.
Sankt-Peterburgdan olan ilahiyyatçı, dinsevər Yusif Sadə konferansın Rusiya və MDB-də yaşayan müsəlmanlar üçün əhəmiyyət daşıdığından danışdı. Siyasi və iqtisadi ekspertlərin və baxışların kəskin mübarizəsi və rəqabəti olan dünyada İslamın təbliğatında müasir metodlara ehtiyac duyulduğunu qeyd etdi. Digər natiqlər də İslam təfəkkürünün zərurliyini əks etdirən nöqteyi nəzərdə qərarlaşdılar. Moskvadan olan ilahiyyatçı Hacı Asif Bağırov Xristiyan və müsəlman dünyasında təbliğatın miqyasını müqayisə və təhlil etdi. Statistik rəqəmlər gətirdi. Hər il 60 növ İncilin müxtəlif xristiyan təbəqələri üçün yazıldığını bildirdi. Amma biz buna səy göstərmədiyimizdən Quranlarımızı toz basmış halda taxçalarda, rəflərdə qalmağa məhkum edilməsindən təəssüfləndiyini ifadə etdi. Sonda kanalımıza ekskluziv müsahibələr verən konferans təşkilatçıları və iştirakçıları tədbirin mahiyyəti və əhəmiyyəti barədə dəyərli fikirləri ilə bölüşdülər. Bismillahirrahmanirrahim. Bugünkü konferansımız bu zərurətdən doğdu ki, yəni biz ağrını hiss etdik ki, bəli, bu günləri artıq texnologiya dövrüdür. Yəni texnologiya bu səviyyədə inkişaf etmiş bir dövrdə artıq İslamın təbliğatını bayaq da mən qeyd etdiyim kimi konferans açılışındakı İslam təbliğatı artıq yəni çarəsizlik üzündən palatkalarda, çadırlarda, yas mərasimlərində təqdim olunurdu insanlara. Artıq bu imkanlardan istifadə etmək lazımdır. İslam təbliğatı daha səviyyəli auditoriyalara daşınmalıdır və bizim əsas məqsədimiz bu idi. Bu sahədə bir addım atmaq idi, kiçik bir açılış etmək idi əslində ki, İslamın təbliğatı, bu təfəkkürün təbliğatı sadəcə bəzi amillər sahəsindən səviyyəli kütləyə çatdırıla bilmir. Çünki biraz daha səviyyəli auditoriyalarda olanda daha böyük kütləyə, daha səviyyəli kütləyə çatdırıla bilir. Bu məqsədlə belə bir konferans təşkil elədik ki, həm özümüzə İslamı bilgilər verək, dəyərli qonaqlarımız var idi, o dəyərli qonaqlardan istifadə elədik ki, onların İslami təfəkkürü insanlarımıza çatsın, həm özümüzü tanıyaq və özümüzü tanıdıqdan sonra özümüzü təqdim etmə ruhiyyəsi bizdə yaransın. Xülasə məqsədimiz bundan ibarət idi. Bugün dəyərli dostumuz İlqar müəllimin və Yaraslav şəhərinin Azərbaycanlıların diasporasının təşəbbüsü ilə Peyğəmbərimizin sevimli qızı xanım Zəhranın təvəllüd günündə çox dəyərli bir konferans keçirildi. Konferansda dəyərli alimlərimiz iştirak edirdi, dəyərli dinşünaslarımız. Biz də Bakıdan gəldik, qatıldıq konferansa və çıxış eləyənlərə qoşulduq biz də. Məncə bugün belə konferansların keçirilməsinin əsas mahiyyəti və qayəsi bundan ibarətdir ki, İslam Peyğəmbərimizin, onun sevimli qızının və digər məsum şəxsiyyətlərin simasında bir ictimai və dəyər daşıyıcı din kimi bütün ictimaiyyətə, nəinki Azərbaycanlılara, bütün dünya insanlarına çatdırılsın və İslamın həmişəyaşar dəyərlərinin insanlara aşınmasında, izah olmasında kiçik də olsa bir addım atsın. Düşünürəm ki, bugün bu konferans bu mühüm vəzifəni çox uğurla həyata keçirdi və ümid edirəm belə konferanslarımızın sayı çox olsun, gələcəkdə də belə toplantılarımız olsun, nə qədər belə gözəl dəyərli stollar, konferanslar, məclislər keçirilsə, bu bizim İslamla tanışdığımıza öz gözəl və nümunə töhfələrini verəcəkdir. Sizə təşəkkür edirəm, sağ olun. Yeni müasir zamanədə yaşayırıq. Zamanəmiz texnologiya zamanəsidir. Artıq zamanədə insanların əksəriyyəti real həyatdan nisbətən daha çox virtual həyata da addım atmağa doğru irəliləyirlər. İndi İslam da müəyyən qədər son zamanlarda artıq virtual aləmə də, sosial aləmə də, yəni internet aləminə də addım atmaqdadır və bir sıra mütəxəssis insanlar da bunun üzərində işləyib və hökmən İslamın texnologiyalar vasitəsilə xalqa çatdırılması üzərində də dərindən iş görməlidirlər və buna uğrunda çalışmalıdırlar. Və son zamanlarda da bir çox İslam dinini tərənnüm edən ədəbiyyatlar, çıxışlar və bir sıra
intellektual artırıcı məqalələr və əsərlər artıq bu virtual aləmdə bəzi mütəxəssislər tərəfindən də təbliğ olunmaqdadır və inşallah biz də ümid edirik ki, qısa bir müddət ərzində xalqın bütün susuzluğun ödəyəcək bütün yəni texnologiyalara doğru İslam özünü layiqincə doğruldacaqdır. Konferans bitdikdən sonra xanım Fatime Zəhranın mövluduna həsr olunmuş möhtəşəm bayram konserti təşkil olundu. Raman Ağayev, Şahin Axundov, Famil Qəniyev, İnteraz, Yaroslavl.